Salamlar, sayğılar, əziz, hörmətli izləyənlər. Hər vaxtınız xeyir olsun. Yol TV-dən xidmətinizdəyəm və bu günləri yeni bir proqramla sizin xidmətinizə gəlmişəm. Bu proqram həsr olunur Amerika ilə İranın müzakirəsinə və onun gedən arxasında mövzulardan sizə danışacağım. Dostlar, Amerika bu son günlərdə görürsünüz ki, İranla müzakirə apardı Ummanda bir dənə və çoxlu qırıcı təyyarələr, bombalayan səngərşikən deyirlər, çox belə güclü və qüdrətli hava peymalardır. B-2, B-52, bunları Hindistanın adasında orada yerləşdirib və mütəmərkiz edib. Və bir tərəfdən də Housiləri gördünüz ki, necə bombaladı. Əmələn Housiləri təqribən 70-80% o silahın, sursatın, ondan sonra hətta sitad-ı fərmandehsin, yəni o Ali Baş Komandanları yerləşən yeri zadı bombaladı və aradan apardı. Buna baxmayaraq ki, Housilər də çox belə Amerikanın o navlarına, o təyyarə daşıyan gəmilərinə, yəni uçarları daşıyan gəmilərə və hücumlar və həmlələr elədi. Həmlələrindən bizim heç xəbərimiz yoxdur. Yəni bu xəbəri gizli saxladı Amerika dövləti və heç kimə yaymadı. Və əlbəttə, əgər ciddi bir problem olsaydı, qətən xəbər verərdi. Xəbər ajansları ondan maraqlanardılar. Amma ciddi bir mövzu mənim nəzərimə olmayıb. Ciddi mövzu olsaydı qətən, amma həmlələr, hücumlar olubdur və həmlələr, hücumlar qətən dəf olunubdur. Onun üçün heç zatlar bu haqda məlumatlar verilmir. Amma Amerikanın bölgəyə verilən silah-sursat gətirməyin nəyi göstərir və nəyi istəyir ortaya qoysun? Aya təkcə İran hakimiyyətinin bombalamaqda İran hakimiyyətindən müzakirə aparır, İran hakimiyyətindən təzə müzakirə aparmır, bəlkə o elə Trump, elə gələr-gəlməz Elon Musk İrvanı ilə əlaqəyə girib və müzakirələr elə o təriqlə birbaşa gedir. Mövzu çox belə aydın və şəffafdır və hətta Elon Musk'ın İrvanidən istədi ki, o İtaliyanın bir dənə jurnalist, qadın jurnalisti ki tutulmuşdu və hətta onun azadlığında qeyri-rəsmi, rəsmi halda elə bir xəbər sızdı ki, bəli, Elon Musk'ın bunda nəqşi var imiş və Elon Musk'ın nəqşi və onunla müzakirələri elə indiyə qədər gedir. Yəni, o cür ki, görsənir və özlərindən də elə bu xəbərlər ortaya çıxdı. Dedilər ki, Amerika birbaşa elə İran dövləti ilə müzakirə aparır. Amma İran dövləti gizli saxlayır, amma Trump'ın da siyasəti budur ki, gizlin o olmasın, amma aydın, şəffaf bir müzakirə geçsin. Amma əminəm ki, İranın bu məsələdə israrı, yəni o müzakirələrin gizli qalmağı hələlik öz nə cür deyim, fikirlərini, düşüncələri bu haqda onlara emal etməyi bacarıbdır. Və bacarıbdır ki, bu gedən prosesləri gizli saxlayır. Hətta International da bunu elan elədi ki, 45 dəqiqə ki, əraqçı ilə
Vitkaf danışıbdı və onlar birbaşa elə müzakirəyə girmədən qabaq bunu danışıbdılar. Yəni ilk elə başlanışda müzakirələr getmədən qabaq 45 dəqiqə ikisi xüsusi danışıbdılar və o danışıqların hələ mövzusu ortaya çıxmayıbdı və ortada zat olmayıbdı. Onun üçün bunun yəni İran o siyasəti ki qabağa aparır və iddia edir ki gizli olsun və buna müsəmməmdir və müsirridir buna ki, yəni israr edir ki gizli geçsin, o öz qüvvəsini tapıb və Amerikada buna təslim olubdur. Amma qətlən Amerika bunu gizli saxlamayacaq və müzakirələrin gedişatını elam eləyəcək və millətinə, xalqına və dünya ictimaiyyatına qətlən Trump o adam deyil ki, belə sözlərini gizli saxlasın və bunun üstündə manovrar verəcəklər. Amma maraqlısı budur ki, İran mətbuatına mən izləyirdim və İranın mətbuatı hələ heç nə baş tutmayıb, heç nə olmayıb, Hindidən uğurdan danışır və güya deyir ki, hətta İranın bəzi adamları və bəzi o insanlar ki, İrana bağlıdırlar və onlar iddia edirlər ki, bəli, bu biz uğur qazanmışıq və Amerika ki deyirdi ki, o başqa yerdə olsun və biz Ummanı seçdik. Yəni o Ummanda müzakirə gedir. Yəni bu o ərəbi başqa ölkələri nəzərdə tutmuşdu. Amerika öz yaxın müttəhidlərindən istəyirdi qabağa sürsün və orada müzakirələr getsin. Bəli, müzakirə orada getmədi və müzakirə Ummanda oldu və hətta Ummanın tərəqindən bunlar o mukatibələri ki, o anlaşma ki var idi, o anlaşmaları sonralar o Ummanın tərəqindən emal etdilər. Yəni İran istəyir bunları ki, bəli, biz eləyə bilirik, emal edək fikrimizi, düşüncəmizi, yəni başqa bir ölkədə qoymadıq, ola Ummanda oldu, Umman zat. Yəni bunları istəyir uğur kimi təqdim eləyə. Amma mövzu bu deyil, dostlar. Mövzu budur ki, müzakirədən nə mənə çıxacaq və müzakirədən hansı zatlar ortaya çıxacaq. Burada bir faktor vardı, o İsrail faktoru. Aya İsrail fikri, düşüncəsi burada emal olacaq? Hələ ki, bəlli deyil. Amma görünən mövzu budur ki, hətta Netanyahu ki, gəlmişdi Trumpla müzakirə edə, o Trumpla gedəndə çox belə narahat getdi. Və bu da heç kimə zad eləmədi. Hətta bəzi jurnalistlər ki, İsrailin daxilindən, az cümlə Münşəmir ki, Farsi radiosunun İsrailin müdiri idi və uzun zaman o internasionalla da danışanda, dünənləri danışanda bunu elan elədi ki, İsrail bu müzakirədən xəbərli deyil, xəbərsizdir və çox izharı narahat eləyir və çox nigarandır bunun taleyindən. Və məxsusən Netanyahunu kənara qoymağı Trump'ın bir mövzudur ki, Amerika İsrail'i narahat edir onun nəzərini. Amma Trump da danışıqlarında elan elədi ki, hər əməliyyatı baş versə, onun liderliğin İsrail eləyəcək. Mən düşünürəm ki, bunlar o
sözlərdir ki, istəyir İsrailin benəhvi o labisi ki vardı Vaşinqtonda və konqresdə, onların bir cür gölünü alsın və onların güya desin ki, mən İsrailin də fikrindəyəm və İsrailin də nəzərin cəlb eləyəcəyəm. Hər halda mən bunu düşünürəm ki, Biden ki özü məsələn müxalif İsrail idi, İsraillə çox rabitəsi yaxşı deyildi. Obamada da biz gördük ki, Obamada ki iftizah çıxdı, iftizah baş verdi və çox Netanyahu onu çox belə təhqir eləməklə konqresdə öz mövzeyini, öz fikrini ortaya qoydu. Amma hələlik Netanyahu sakitdir. Netanyahu hələ şayət qeyri-rəsmi halda o danışıqlar gedir və qətən Trumpla əlaqələr vardır və bu əlaqələr və danışıqlar müstəqim, qeyri-müstəqim halda, yəni birbaşa ya dolayı onlarla müzakirə aparır İsrail dövləti və İsrail dövlətinin fikri, düşüncəsi qətiyyətlə Amerika dövləti məcburdur onu riayət etsin. Yəni o qırmızı cizgiləri nəzərdə saxlasın ki, İsrail dövləti təhlükəyə düşməsin. Yəni bu müzakirələrin elə birbaşa gedişatı da elə İsrailin əmniyyəti və təhlükəsizliyini qoruyub saxlamaqdır. Yəni Amerikanın da bundan başqa hədəfi ola bilməz. Amma bir dənə burada ki, İsrailin fikri, düşüncəsi burada mütləq nəzərdə alınacaq və mənafeyi nəzərdə alınacaq, o qeyri-adidir və mütləqdir. Amma aya İsrailin bütün fikirləri orada emal olacaq və nəzərdə tutulacaq? Mən Trump'ın o apardığı siyasəti ki adam görür, mən düşünürəm ki zat olmayacaq, nəzərdə tutulmur. Yəni burada əlan müzakirə içi gedir 3% yarımdan, yəni İranın nüvə mərkəzi və hətta Ağay Münşəmir də buna işarə elədi ki, İsrailin nigerandır ki, bundan hətta 3% yarım da o Amerika dövləti onu qəbul eləsə, gənə də bu ciddi problemdir. Düz də deyir və onun sözü də düzgündür. Yəni İran heç təğuda əməl eləmir. İndi zəif nöqtədə qərar tapıb deyil və birbaşa o iqtisadi və ekonomi cəhətindən İran çox məziqədədir. Ondan sonra hətta fəhlələrinin, öz dövlət işçilərinin pulun parasını verə bilmir, maaşlarını verə bilmir. Ondan sonra yəni İranda həm siyasi durum çox uzatdı, millət, xalq narazıdır və gündə dolar qiyməti üstə gedir və ondan sonra hətta işıqlar cirəbəndə olur, hətta su problemi vardı, ya qabaqdan yay gəlir və yay hətta Tehran kimi bir dənə 15 milyonluq şəhərin suyun zad eləməsə, hansı faciələrlə üzbəüz olar ki, bu aydın aşkardır. Belə bir durumda İran hakimiyyəti, hətta dünənləri Pezeşkiyanın danışığında da İran hakimiyyəti rəsmən Pezeşkiyan özü elan elədi ki, qətən əgər biz bu müzakirələr uğurla qazanılmasa və Amerika dövlətindən biz təvafüqa yetişməsək, bizim çox ciddi problemimiz var və bu çətinliklərə biz qalib gələ bilməyəcəyik və düz də deyir. Yəni şayət bunların bu vəziyyəti böhranıda nəcat yolunu onda zad eləyirlər ki, Amerikadan
istəsinlər ki, o dondurulmuş pullarından, parasından versinlər. Mən düşünürəm ki, əgər o dondurulmuş pulları, paranı versələr, yenə də Obamanın təcrübəsi İranda təkrar olacaq. 120 milyarda yaxın, əlbəttə bunun rəsmi demədilər, biri dedi 80 milyard, biri dedi 120 milyard dolar və hətta 160-a, 200-ə yaxın da iddia olundu. Amma heç vaxt bəlli olmadı ki, bu zatlar. Yəni onun nəticəsi idi ki, o Həması gücləndirdi, Həşədül Şəbini gücləndirdi, Housiləri silahlandırdı və niyabəti qurumları verdi. Bu təcrübəni yenə də Amerika dövləti təkrar eləyəcək, mən bilmirəm. Onu gərək zamana tapşıraq ki, o zaman sürəcində və gedişatında nə baş verəcək, nə hadisə olacaq, onu amma mən düşünürəm, Trump da o adam deyil ki, belə bir dənə ticarət adamıdır, pul onun xətti qırmızıdır və onun ən önəmli olan Amerikanın, İsrailin və onun həmpeymanları, yəni dostları ki, bölgədə vardı. Hətta Ərəbistan dövlətinin də nəzərdə alır. Amma dostlar, bunlar hamısı öz yerində. Bu müzakirələr gedir və müzakirələr də təzə müzakirə deyil. Aylar imiş bu müzakirələr gedirmiş, qeyri-müstəqim halda, gizli halda və bu günləri aşkara çıxıbdır. Aya bu Trump'ın İranı belə təhdid eləməyi baş tutacaq ya yox, onu da özü də iddia edir ki, heç qeyri-addidir. Biz istəyirik sülh yolundan emal eləyək, müzakirə eləyək və anlaşaq və o anlaşma. Aya Amerikanın bütün istəkləri, Amerikanın o istəklərinin hamısı mətbuatı olmur. Yəni xəbər informasiyalarına çatdırılmır. İranın niyabəti qruplarının kontrol olunmağı, muşəklərin o raketləri ki vardı, o raketlərin müzakirəsidir. Ondan silahları ki yerdən o pəhpadlar, o sərnişinsiz təyyarələr, uçarlar ki vardı, onların müzakirəsidir. Sipahi Pasdaranın o belə müdaxilələri dünya miqyasında onlar da mətrəhdir. Ondan sonra İranın casusi şəbəkələri də müzakirə mövzusudur. Ondan sonra və terror qruplarının kontrol olunmağı müzakirə edilir və bunların hamısı açıqlanmır. Və bunlar o arxada gedən mövzulardır ki, danışılır və onlar gedir. Bəli, bundan heç vaxt bunları mətbuatı, yəni xəbər informasiyalara çıxardıq və orada elan etmirlər ki, danışanlar deyərlər ki, bəli, bu sözlər və bu müzakirələr gedir. Amma bunlar da qətən zaman əsasında Trump çox belə ciddi vaxt qoyur, filan qoyur, ondan sonra təhdid edir belə ki, bəli, əlbəttə bunlar nə qədər Amerika dövləti çalışır ki, yəni Trump siyasəti budur ki, ta uğur qazansın. Hətta bu uğuru başlasın dünyaya və Amerikanın cəmiyyətinə təqdim eləsin ki, belə mən bax bu cür güclü bir dənə neçə 40 ilin problemini eləyə bildim, neçə günün ərzində həll eləyəm. Çalışır bunu. İran hakimiyyəti də bu nöqteyi zəfi bilir. Və İran hakimiyyəti də bilir ki, Trump özünü təbliğ eləmək üçün o daxili mövzular ki, o limitlər qoydu, o ticarətə, fulana, behmana, ondan sonra
əvarizlər qoydu, pul para qoydu, ondan faiz qoydu. Onların hamısı öz həyata keçirilən bir mövzu deyil. Yəni bir mövzudur ki, dünya miqyasında dünya iqtisadiyyatını da zərbə vurur və hətta Amerikanın daxilində də bursların düşməyi, ondan sonra bahalığın şiddətlə çoxalmağı filan eləməyi və o sorğular ki aparıblar Trumpın nə qədər o zatları aşağı düşməyi o zadı. Yəni bu Trumpın deyil, bu o respublikaçıların o limiti düşür aşağı. Bu, yəni onların proqramlarını sorğu altına aparır və Amerika siyasətində də bu çox əhəmiyyət daşıyır. Və onun üçün bu çalışır nəyin bəhasına tamam olur olsun İranla bir dənə anlaşmaya geçsin. Bu Trump'ın siyasətidir. Amma İran da yenə deyirəm, bundan sui-istifadə edir və bu nöqteyi zəfi Trump'ı bilir və analiz edir və Trump'a o da qarşısında dayanır. Və amma o tərəfdən də İranın özünün vəziyyəti çox gərgindir. İranın daxilində etirazlar, filanlar, behmanlar, millətin o məişət cəhətindən təzyiqdə olmağı, ondan işıqda, suda, bərqidə, ondan sonra hətta neft sadiratı ki, o vəziyyətdə gedir, neftinin teknolojisi ən bərbad vəziyyətdədir. Daha yəni 40 ildir, 46 ildir bu inqilabdan sonraki illərin hamısında heç vaxt Amerika İran sərmayə quzarı eləyənməyib, onları təmir eləməyib, yeni texnoloji gətirə bilməyibdir, ondan sonra təhrimlərlə üzbəüzdür, filanlarla üzbəüzdür. Bunları həll etmək üçün Amerikaya ehtiyac var. Nə zor deyə bilir, nə o cür ki, qabaqda o Bərcamda ki, Obama ilə müzakirə aparırdı və o müzakirələrin cadını hələ o cür qüvvətli və qudrətli deyir ki, azad otura danışa və bu danışıqlar eləyə bilər məsələsini, problemini həll eləsin. Onun üçün bu günləri böyük bir dənə çətinlik qarşısındadır. Hər ikisi çətinlik qarşısındadır, problemləri vardır. Həm İran hakimiyyətinin, həm Amerika hakimiyyətinin. İkisi də bu problemlərlə üzbəüzdürlər. Amma vaqiyyətlər nə mənədir? Vaqiyyətlər odur ki, tək Amerika o silahı sursatı İran üçün gətirməyibdir. Burada Çin faktoru da var. Burada Kore Şimali faktoru da vardır. Yəni Kore dövləti ki, nüvə əldə edibdir. O faktor da vardır. Ondan sonra və Trump'ın ən belə uğur qazandığı mövzu bu idi ki, Rusiya ilə anlaşdı və Rusiyanı razı elədi, özünün kənarında saxlasın. Və bu faktorda istəyir həm İranda görürük ki, istifadə edir və həm Çinə nəzərdə alıbdır və həm Şimali Koreyaya da bunda istifadə edəcək. Yəni bölgədə olan problemini onlar onun vasitəsilə istəyir həll eləyə. Amma bu Trump'ın bu siyasəti tezliklə Ukrayna məsələsini də həll edəcək, mən düşünmürəm ki, bu bir dənə Trump o bəlgə kimi əlində hələ Ukrayna mövzusunu saxlayacaq və onu həll etməyəcək. Və dünya, məxsusən Avropada elə bu məsələdən çox narahatdır. Yəni, Ukrayna məsələsini hələ asılı saxlamaq və bunu belə eləmək, mən düşünürəm ki, ən uğur qazandığı mövzu budur ki, onunla anlaşıb və onun
kənarında saxlamaqla qətlən o problemlərini də həll etməyə qadirdir. Amma nə qədər imtiyaz alacaq, bu əhəmiyyəti vardır. Bu mühümdür dünya ictimaiyyətinə. Və hətta Əfqanistana orada öz nirusunu ki, orada müstəqərr eləməyə də Trump fikirləşir və bunu cad edir. Yəni, dünyada Amerikanın o hegemonisi ki aşağı düşübdür, o reytinqa aşağı düşübdür, onu istəyir gücləndirə. Və amma çox ciddi problemlərlə də üzbəüzdür. Nə qədər bu uğur qazanacaq, o da. Çünki niyə? Amerikanın daxilindəki məsələ o xarici mövzulardan artıq önəmlidir və bu ona da, yəni bahalıq, hətta biz bahalığın Obama zamanından artıq yəni bahalıq başı alıb gedir. Hətta zat zamanından da Biden dövründəki bahalıq Amerikada şiddətlənir və bu bahalıq da milləti narazı edir və hətta bəzi dəstələrdən də görürük ki, etirazlar səsi gəlir və Los Angelesdən və bəzi yerlərdən də Amerikanın daxilində ki, mövzular o başqa mövzuları, yəni beynəlxalq mövzuları da təht şüa qərar verir. Bu durumda aya müvəffəq olacaq, aya uğur qazanacaq zat, mən düşünürəm ki, Amerikanın bugünkü dövləti, yəni Trump'ın İsrailin labisinə, İsrailin o tərəfdarları ki, bir seri o sahibkarlar ki vardı ki, çox ciddi İsrailin tərəfdarlarıdırlar, tərəfdaşlarıdırlar. Trump'ın ona ehtiyacı vardı. Və İranın xüsusunda İsrailin nəzərin cəlb eləməmək və İsrailin o Netanyahunu razı salmamış qətlən heç iş görə bilməyəcək. Və İranla onun arasında anlaşma baş tuta bilməz. Çünki Amerikanın ən böyük sahibkarları, ən böyük kampaniyaları hamısı İsraili dəstəkləyir və İsrailin xas bir mövqeyiyyəti zətdə vardır. Və onun üçün hər iş görsə də qətiyyətlə məcburdur İsraili və İsrailin labisin və İsrailin yardımçıların və İsrailin havadarların Amerikadakı onu prezidentlicə də gətirməkdə çox böyük nəqşləri və rolları olubdur və bu günləri İsraili tək qoya bilməz. Və əgər qoysa, mən düşünürəm ki, Amerika dövləti, yəni cənab Trump çox ciddi problemlərlə üzləşəcək. Onun üçün İsrail labisi sakit otura bilməz Trump'ın bu Netanyahunu görməməzlikdən və gedə İran hakimiyyətindən bir dənə anlaşmaya qol çəkə, mən buna inana bilmirəm. Və gələcəkdə də bu həqiqəti biz görəcəyik və qətlən onu çox yaxın zamanda hər nə bəlli olacaq, hər nə aşkar olacaq. Çünki Amerika kimi bir dənə ölkədə heç informasiya gizli qala bilməz. Onun üçün İsrail dövləti narahat ola bilər bu günləri, amma o narahatçılığın mən düşünürəm çox uzun zaman çəkməyəcək ki, bu bir dənə sevincə çevriləcək. Biz izləyirik və biz umud edirik ki, hər nə
o dünyada ədalətli həll olsun və hər nə öz yerini tapsın. Trump qətiyyətlə İran kimi bir faşist hakimiyyəti nə qədər dəstəkləsə də, nə qədər də eləsə də və millətinin fikrini, düşüncəsini də o nəzərdə alıb və ədalətli bir qərara gələcək. Biz qətiyyətlə İranın bombalanmağından razı deyilik. İnsan ölümündən və İranın millətini bundan da artıq əzaba salmağı istəmərik. Amma İran kimi faşist bir hakimiyyəti də ona bir dənə nəfəs verib, yenidən ona bir həyat verməyənə də biz razı deyilik. Umud edirik ki, inşallah İran hakimiyyətinin şərindən millətimizin, xalqımızın nəcatını görək. Sağ olun, şad qalın, gələrin verilişlərə qədər Allah'a əmanətdə. Dostlar, bağışlayın bir mövzunu istədim sizə deyə. Fənni işğaldan dolayı mən canlı apara bilmədim. Skype-la məcbur oldum səsimi zəbt eləyəm və bunu yayam. Sağ olun, xahiş edirəm Yol TV-nin də linkini dostlarınıza, tanışlarınıza göndərin. Ta eləyə bilsin, çoxlu insanlar bizi izləsin. Sağ olun, şad qalın.